Səri'u ilə məğfirətin min rabbikum və cənnə. Rəbbinizin məğfirəti və cənnətə tələsin. Başqa ayədə səbiqu ilə məğfirətin min rabbikum və cənnə. Rəbbinizin məğfirəti və cənnətə ötüşün. Və başqa ayədə yenə buyurur ki, və fi zəlikə fəlyetənəfəsil mutanafisun. Yəni qoy ötüşənlər, yəni bu işdə ötüşsünlər. Yəni dini məsələlərdə. Ona görə Həsən Basri rahimehullah buyurur ki, yəni kim səninlə dini məsələlərdə ötüşürsə, onu öt. Amma kim ki səninlə dünyavi işlərdə ötüşürsə, ona çevrilib baxma, ona məhəl qoyma. Yəni qoy ötsünlər dünyavi işlərdə. Və əgər biz Qurana baxsaq, dini məsələlərə gələndə Allah Teala buyurur: "Və səbiqu ötüşün, səri'u yarışın, tələsin." Amma dünyavi işlərə gələndə necə ki Mülk surəsində Allah Teala buyurur: "Femşu fi menakibiha." Onun qoynunda yeriyin deyir. Yəni dünyaya gələndə demir qaçın, tələsin. Yəni dünya üçün femşu fi menakibiha. Onun qoynunda yerin, yəni ruzi axtarmaq üçün yerimək, yəni yüngül səbəblərdən tutmaq, yəni kifayət edir. Amma o ki qaldı, insan Rəbbinin cənnətini qazanmaq üçün yəni çalışmalıdır. Səbəb olaraq da sözsüz ki, əvəz olaraq yox, cənnətə girmək Allah Taala'nın rəhməti sayəsindədir. Səbəb olaraq əməllər inşallah ki, səbəbdir. Və buna görə də Allah Teala imanla yanaşı salih əməllər gətirir. Neçə ayələrdə tək iman gəlmir. İman və salih əməl. İman salih. Deməli, düzgün iman varsa, düzgün imanla yanaşı nə olmalıdır? Salih əməllər olmalıdır. Allah Teala'nın satışa çıxartdığı mal bahadır.